Bir gün mən Almaniyada küçələrdə belə dolaşırdım, rahat dolaşırdım da. Tanıyan yoxdur, güya yoxdur. Mən orada tanıyan yoxdur. Yox, ha, orada da var tanıyan. Hərdə rast gəlirdi o o. vaxt, hə. Nəysə dolaşıram belə, baxıram ki, nə qədər Kalyatskada insanlar var. Uşaqlar var, yaşlılar var, o var. Xüsusi onlar üçün xüsusi yollar var da, yəni o maşın yolundan əlavə olaraq xüsusi onların yolu var, ayrıca yolu var. Bəli. Mən dedim ki, çox şükür Allah, Azərbaycanımızda bu dərəcədə, yəni bu mənada olan bizim insanlarımızın sayı azdır. Onları mən əlil demirəm, onlar Allahın ən gözəl varlıqdır. Zaman keçdi, üstündən gəldim Bakıya, ora zəng elədim, bura zəng elədim, mənə zəng eləyib Leylanı əməliyyatlara aparırdım da. Oradan zənglər gəldi ki, Leyla necədir filandır. Dedim ki, mən Almaniyada gördüm ki, nə qədər belə fiziki imkanları məhdud olan insanlar var filan var. Sonradan anladım ki, həyat mənə onu sübut elədi ki, bizdə oradan daha çox imiş. Amma mentalımızda olmayan, mentalımızda qəbul olunmayan valideyn yanaşmaları bizi o dərəcəyə gətirib çatdırıb ki, biz o uşaqları evdə dustaq eləmişik. Biz onları divarlara məhkum eləmişik. Amma deməmişik ki, bunlar bizim bir parçamızdır, bizim cəmiyyətimizin parçasıdır. Cəmiyyətə qazandırmaqdan itirirlər. Bunu qazandırmaq lazımdır. Bunlar yaşayırlar, bunlar özdəki, o cəmiyyətdəki negativlərdən kənardadırlar. Çox təmizdir, ona görə özəl ruh dedim də. İlahi bir təmizlik var orada, qurban olum. Onların çox dostlarım var mənim. Məsələn, Lənkəranda var, Bakıda var, Nequşum var mənim, hər gün zəng eləyir mənə. Ondan sonra Aboşum var, ondan sonra Şəkidə mənim gözəl dostum var. Çoxduları, bunların sayı çoxdur, mənim dostlarımdırlar. Hətta ildə 2-3 dəfə yığışırıq bir yerə, mənim restoranımda, orada bir yerdə oluruq. İndi əlim, bu bizim Allahın bizə ən böyük lütfü odur ki, bizim evimizdə Leyla kimi evladımız var. Bəli. Fiziki cəhətdən çox sağlam evladlarımız da var. Hamısını Allah qorusun, sizinkilər də, bizimkilər. Amma heç biri Leyla ola bilməz.